Salam əziz izləyicilər, bir daha xoş gördük hamınızı. Deməli, müştərimizin şikayəti var idi kombi ilə bağlı. Sistem yuyulması idi. Sistemi ideal şəkildə yumuşuq. Hal-hazırda kombi ideal şəkildə işləyir. Baxa bilərsiniz. Sökdüyüm zaman çəkmək mümkün olmadı. Ona görə iş bitdikdən sonra çəkmək istədim. Deməli, əziz izləyicilər, səhifəmiz yenidir, kanalımız yenidir. Dəstək olsa çox sevinərəm. Kanala abunə olub, bildirişləri açın, zəhmət olmasa komment yazın. Kombi haqqında nə probleminiz varsa, yəni şərhlər bölməsində yaza bilərsiniz. Mən sizə köməklik edəcəm. Kombimizdə dəmir döküm Atron kombisi çox qəşəng kombidir. Müştərimizin indiyə qədər narahatçılığı olmayıb. Sadəcə olaraq sistem yuyulmalı idi. Ona görə müraciət elədi bizim servisə. Bizə gəldi. İdeal şəkildə köməkli göstərdik. Kanala abunə olub bildirişləri açın. Like da atsaz daha gözəl olar. Gözəl insanlar. İndidən mən çox təşəkkür edirəm sizlərə. Bilavasitə, yəni əgər yeni kombi almağın imkanınız yoxdursa, köhnə kombinizi bizə etibar eləyə bilərsiniz. Köhnə kombi sökülür, ideal vəziyyətdə yığılır. Korpusu əgər məsələn pas çürüyü varsa, onu ideal şəkildə təmizlənir, paslızadır, rənglənir və dəyişən detalı olmadığı halda, yəni zəhmət haqqı 150 manat eləyir. 150 manata kombinizi ideal şəkildə yığırıq sıfırdan, bütün rezinlərinə qədər dəyişir. Kombidə. İdeal şəkildə sizə təhvil veririk də bilavasitə. Detal dəyişilən detalı olarsa, onda o 150 manatda daxil deyildir. O adlı hesablanır. Gördüyünüz kimi çalışır kombimiz. Bu da bizim mənzərəni çəkib sizə göstərmək istədim. Çox gözəl mənzərədir. Yəni, buranı tanımayan yoxdur yəqin ki. Əzizlərdir, kim deyər bura haradır? Bu hansı ərazidir?